İnşaatçılar metrosuna piyada 2 dəqiqəlik məsafədə təcili olaraq 3 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində. Əvvəldə də bildirdiyim kimi inşaatçılar metrosuna piyada 2 dəqiqəlik məsafədə yeni inşa olunmuş 17 mərtəbəli binanın 17-ci mərtəbəsində ümumi sahəsi 87 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli, sənədi qubcu olan bir mənzildir. Binanın qazı, suyu, işığı daimidir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər, əvvəldə də bildirdiyim kimi Şərifzadə küçəsində yerləşdiyi üçün inşaatçılar metrosuna və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına yaxın olmaqla bərabər məktəbə, bağçaya da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Şərifzadə küçəsinə çıxışı olan Kamal Rəhimov küçəsində. Yəni təxminən Şərifzadə küçəsi ilə 2 dəqiqəlik məsafədə olan və inşaatçılar metrosuna da piyada 2-3 dəqiqəlik məsafədə olan bir binadır. 17 mərtəbəli yeni inşa olunmuş binanın 17-ci mərtəbəsində yerləşir. Lift 16-ya kimi qalxır, 17-ci mərtəbəyə pilləkənlə qalxılır. Sənədi qubcadır, qanuni mənzildir, tavanında heç bir əyrilik yoxdur. Binanın qazı, suyu, işığı daimidir. Liftləri işlək vəziyyətdədir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər, əvvəldə də bildirdiyim kimi inşaatçılar metrosuna piyada 2-3 dəqiqəlik məsafədə yerləşir və bununla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzili alıb kirayə vermək üçün də çox gözəl bir variantdır. Hal-hazırda həmin binada mənzillərin aylıq kirayə haqqı təxminən 650-700 manatdır. Bu mənzilin qiyməti 168 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Mənzil sahibinin əlaqə nömrəsi 051 613 56 56-dır.